Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Mən Səxavət müəllim. 2026-cı il üzrə müəllimlərin işə qəbul müsabiqəsində iştirak etmək üçün qeydiyyat prosesini izah edəcəm sizə. Demək, hər hansı bir brauzeri açırıq, bura mig.edu.az yazırıq. Zaten yazan kimi birinci çıxır. Bunun üzərinə tıklayırıq. Və belə bir səhifə bizi qarşılayır. Burada 3 dənə punkt var. Bizə lazımdır qeydiyyatdan keçin. Qeydiyyatdan keçin üzərinə vururuq və burada digital login gəlir. Bu digital logində üzərinə tıklayacağıq indi. Və MyGov-a gedəcək. Hər kəsin telefonda tətbiq olaraq yüklüyüb qeydiyyatdan keçə biləcəyi, yəni öz məlumatlarının hər birinin yer aldığı bir tətbiqdir MyGov. Və telefonumda MyGov-un üzərinə daxil oluram və burada skan hissəsi istənir bizdən. Bunu QR koduna skan eləyirəm. Avtomatik növbəti mərhələyə keçəcək. Burada yazır ki, yeni giriş aşkarlandı, icazə ver telefonda və verdim icazə. Avtomatik növbəti hissəyə keçməlidir. Növbəti bir hissəyə keçid alır artıq. Burada bu formada açır. Çünki mən müəyyən qədər irəliləmişdim. İndi sizin üçün ən başa qayıdacağam. Ərizəni tamamlayın üzərinə vururam və ən başa qayıdıram geri və bir dənə də geri. Baxın, növbəti mərhələdə belə bir səhifə qarşımıza çıxır. Burada gördüyünüz kimi yuxarıda müsabiqədə iştirak, şəxsi məlumat, 3 təhsil haqqında məlumat və 4 digər məlumatlar. Elə birincidən başlayırıq. Müsabiqədə iştirak etmək istədiyiniz bölmə. Məndə Azərbaycan bölməsi olduğuna görə Azərbaycan, kimdə Rus bölməsi, Rus bölməsini seçir. Burada isə iştirak etmək istədiyimiz fən müsabiqədə məndə coğrafiyadır. Kimdə hansı fəndirsə onu müvafiq qeyd edir. Növbəti bir mərhələyə keçirik. Burada şəxsi məlumatlar yer alır. Ta ki qeydiyyatda faktiki, daha doğrusu yaşayış yerinə qədər. Deməli, qeydiyyatda olduğumuz ünvanla faktiki yaşadığımız ünvan eyni olmaya bilər. Burada heç bir problem yoxdur. Məsələn, siz Oğuzda qeydiyyatdasınız, amma Bakıda yaşayırsınız. Yəni, faktiki olaraq harada yaşayırsınızsa onu qeyd edin. Çünki həmin faktiki yaşayış ünvanınıza uyğun siz imtahan veriləcək, belə deyək ki, məntəqəyə yönləndiriləsiniz. Eyni zamanda faktiki yaşadığınız ünvana uyğun da daimi mərhələdə yox, müqabili mərhələsində sizə zənglər gələ bilir. Ona görə də burada faktiki olaraq harada yaşayırsınızsa onu özünüz, belə deyək ki, düzgün formada seçin. Məsəl üçün, məndə qeydiyyatda olduğu ünvan Şəki rayonu, Şəki şəhəri, faktiki yaşadığı ünvan, məsəl üçün Bakı. Mən imtahanın ərəfəsində Bakıda olacağam və bundan sonra məsələn deyək ki, müqaviləni də orada istəyirəm. Bakı seçirəm. Burada faktiki yaşadığı ünvan, Bakı şəhəri, Yasamal rayon şəhərsadə, yəni hər kəs özünə uyğun yazır. Yəni mən burada nəyi yazıramsa onu ora copy-paste eləməyə ehtiyac yox. Hər kəs özünə uyğun faktiki yaşayış rayonunu, faktiki yaşadığı ünvanı yazır. E-mail, hər kəs öz e-mailini yaza da bilər, yazmaya da bilər, yazmaq üstünlük. Zaten ilk başda orada hər kəsin nömrəsi istənilir və bu nömrə aktiv bir nömrə olmalıdır. Telefonunuzun üzərində olmalıdır, açıq olmalıdır. Çünki kod ora gəlir. Və bura nömrəni qeyd eləmişdik. Və növbəti bir mərhələyə keçid alırıq. Burada belə bir hissə açılır. Gördüyünüz kimi təhsil haqqında məlumatlar. Əgər siz xaricdə təhsil almışsınızsa bu punktun üzərinə vurun. Yox, xaricdə təhsil almamışsınızsa ona toxunmayın. Burada artıq həmin məlumatları, təhsil haqqında məlumatları qeyd edirik. Təhsil pilləsi. Əgər kollec bitirmişsə orta ixtisas təhsilini, 4 illik bakalavriat təhsiliniz varsa, ali bakalavriat təhsili, yox 5 illik, 2 illik ixtisas oxumusunuzsa, onda ali 5 illik təhsili seçirsiniz. Baxın, burada mən seçirəm ali bakalavriat təhsili. İxtisasınız, burada önəmli bir hissə var. Gördüyünüz kimi, məsələn deyək ki, məndə coğrafiya müəllimliyidir və diplomu burada açıram, baxıram diplomuma. Diplomda hansı formadadırsa o formada. Yox, kimsə, məsələn deyək ki, hələ sonuncu kursu və bilmir diplomda necə yazılacaq, təhsil aldığı müəssisələ əlaqə saxlasın. Oradan onlara məlumat veriləcək ki, ora nə yazılmalıdır. İndi növbəti hissəni də deyəcəm sizə. Deməli, burada məndə coğrafiya müəllimliyi yazılıb. Coğrafiya müəllimliyini seçirəm buradan. Coğrafiya müəllimliyi. Və təhsil aldığı müəssisə Bakı Dövlət Universiteti, daxil olma ili, bitirmə ili, diplomun səviyyəsi və təhsil haqqında sənədin nömrəsi. Bu da çox önəmlidir. Bu şəxsi bir məlumatdır. Biz bu hissəni üzərini bağlayacağıq təbii ki. Və burada diplomu açan kimi burada kimdəsə əgər sonuncu kursdursa, ora arayış sözü yazır. Sadəcə arayış sözü. Başqa heç bir şey yazmaya ehtiyac yox. Yəni diplomu almayanlardan söhbət gedir. Ki, yəni sonuncu kurslar imtahanda iştirak edəcəklər. Və burada kimin ki diplom var təbii ki, o diplomunu açır. Birinci səhifədə bakalavr diplomu ali təhsil haqqında dövlət sənədidir. Hissəsinin altında bir nömrə var. 6 nömrəli, 6 belə də ki, rəqəmli bir nömrə. Onu bura qeyd edir və kimin ki əlavə bir təhsili varsa, məsələn əlavə təhsil alıbsa, burada yeni təhsil əlavə hissəsi var. Onun üzərinə vurub davam edə bilərsiniz. Oradakı məlumatları da daxil edə bilirsiniz. İndi təbii ki, mən burada artıq diplom nömrəsini falan yazmışam deyə diplomu yüklə istəyir. Arayış yazanlar və belə deyək ki, bitirməyənlər, təbii ki, hələ bu il üçün bitirənlərdə bu punkt çıxmayacaq. Yəni diplom yüklə hissəsi olmayacaq. Diplom yüklənin üzərinə vururam və bizi burada
qalereyaya atacaq təbii ki. Buradan seçirəm onu və davam edirəm. Növbəti hissəyə keçid alıram. Burada isə artıq digər məlumatlar var. Baxın, bu hissədə diqqətli olmaq lazımdır. Deməli, hazırda müddətsiz müqavilə əsasında fasiləsiz olaraq, yəni daimi formada həvəsləndirmə tədbirlərini tətbiq edildiyi müəssisədə çalışırsınızsa, çalışdığınız müddəti seçin. Məsəl üçün, kimsə çalışmırsa heç nə seçmir. Yəni, kimsə çalışırsa bu punktdan seçir. Yəni, 3 ildən 5 ilədək və ya 5 ildən daha çox. Mən seçmirəm. İşlədiyiniz müəssisənin tabi olduğu təhsil sektoru hansıdırsa, məsələn, deyək ki, burada baxırsınız. Abşeronsa Abşeron, Ağcabədisə Ağcabədi, Bakıdırsa Bakı, Bərdədirsə Bərdə və s. Bunu seçirsiniz. İşlədiyiniz müəssisəni seçməlisiniz. Bunu dəqiq seçməlisiniz artıq. Buradan yazanda, məsəl üçün, yuxarıda seçmişdiksə, baxın, burada məsələn deyək ki, Ağcabədini seçdik və burada avtomatik həmin Ağcabədidə olan təhsil müəssisələri burada çıxır. Və ya göstərmək üçün, nümunə üçün deyirəm. Məsələn deyək ki, Abşeronu seçmişdimsə, yenə ona müvafiq burada təhsil müəssisələrinin adı konkret olaraq çıxır. Ona görə də burada mən heç bir şey seçmirəm. Seçin hissəsində saxlayıram. İşlədiyiniz müəssisəni də seçmirəm. Məsələn, ümumi təhsil müəssisəsində işləmirəm deyək. Birinci dərəcə göz əlilliyiniz olan şəxsinizmi varsa, buradan yazırsınız bəli və bunu sənədini yükləmək lazım olacaq. Məndə xeyir. Və növbəti pedaqoji staj. Buradan stajı seçirəm 8 ilədək. Kimdə nə qədərsə o qədər. 3 ildirsə 3 il, 5 ildirsə 5 il. Yoxdursa heç bir şey seçməyə ehtiyac yoxdur. Yəni yoxdursa, burada stajım yoxdur seçirsiniz. Bu kifayət. Məndə məsəl üçün yazıram 8 ilədək. Elmi dərəcəniz varsa, fəlsəfə doktoru və ya elmlər doktoru seçirsiniz. Yoxdursa yoxdur. Məndə yoxdur seçdim. Tarix məsələsi bu lazım deyil artıq. Təltif hissəsi. Əgər bir təltifiniz varsa, məsələn, tərəqqi medalı, şöhrət medalı, əməkdar müəllim seçirsiniz. Yoxdursa yoxduru vurursunuz. Dərslik müəllifsinizsə, məsələn, mən müəllif deyiləm üzərinə vururam. Dərsliyin adını qeyd eləməlisiniz orada, əgər müəllifsinizsə, dərc olma tarixini falan. Tədris vəsaiti müəllifliyi, mən seçirəm müəllif deyiləm. Əgər müəllif olduğunu seçsəz, vəsaitin adı və dərc olma tarixini ora əlavə eləməlisiniz. Tədris vəsaiti müəllifi əlavə edə bilərsiniz orada yenə. Və burada belə bir hissə var, həssas qrup, şəhid ailəsi üzvüsünüzsə, tələb olunan sənədləri burada qeyd edib, həmin sənədləri bura fail formatında daxil etməlisiniz. Və şəhid ailə üzvüsünüzsə, bunu üzərinə vurursunuz, sənədi buradan, sənəd yüklə hissəsindən vurursunuz. Yoxdursa, artıq belə deyək ki, növbəti mərhələyə keçirik. Yəni, buradan da nümunələrə baxmaq üçün, burada nümunəyə tanış olan hissəsindən vura bilərsiniz. Növbəti hissəyə keçirəm və burada daxil ediniz məlumatları yoxlayın, çünki bu son mərhələdə artıq və ödəniş də qeydiyyatdan sonraki mərhələdə olacaq. Deməli, diqqət etmək lazımdır. Burada müsabiqə məlumatları, müsabiqə növü, test imtahan mərhələsində iştirak, müsabiqədə iştirak etmək istədiyiniz fənn coğrafiya, bölmə Azərbaycan. Şəxsi məlumatlar zaten burada ta ki, faktiki yaşayış yerimizə qədər avtomatikdir. Faktiki yaşadığın rayon və şəhər Bakını seçmişik. Mən burada Bakını seçmişəm. Kim hansını seçirsə seçsin. Ünvan, həmçinin e-mail və nömrəyə diqqət edin. Bu nömrə çox önəmlidir. Mobil nömrə hissəsi, bu hissə. Təhsil haqqında olan məlumatlar, mən xaricdə təhsil almışam. Xeyir, təhsil pilləsi, ali bakalavriat təhsili, ixtisas coğrafi müəllimliyi, təhsil aldığım müəssisə Bakı Dövlət Universiteti, daxil olma ili, bitirmə ili, diplomun səviyyəsi, təhsil haqqında sənədin nömrəsi. Əlavə, burada vurub bilərsiniz. Qayıdıb həmin hissəni göstərir bizə. Diplom hissəsini və digər məlumatlar, həvəsləndirmə tədbirlərini tətbiq edib müəssisədə çalışdığınız staj, çalışmıram, seçmişəm. Pedaqoji staj 8 ilədək, elmi dərəcə yoxdur, təltif yoxdur, müəllif deyiləm. Və burada təsdiqləyin və bitirin hissəsi gəlir. Bunu da yazırıq və bitiririk bu formada. Və artıq burada qeyd olundu ki, hörmətli Səxavət Sədiyyev, müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak əlaqədə müraciətiniz baxılma mərhələsindədir. Ərizəniz yoxlandıqdan sonra şəxs səhifənizə məlumat gələcək. Deməli, burada növbəti bir mərhələdə artıq təsdiqlənəndən sonra ödəniş proseduru başlayacaq. O haqda da məlumat verəcəyik. Bu qədərdir. Uğurlar inşallah. Buradan ərizənizə baxa da bilərsiniz bu formada yenə. Hər kəsə uğurlar. Sağ olun.